Əsas istiqamət ümumiyyətlə forumda da elan elədiyimiz kimi, necə ki, işə qəbul qaydalarında nəzərdə tutulub, burada məzmun və metodika, bir də pedaqoji və psixoloji yanaşmalardan söhbət gedir. Çünki bildiyimiz kimi, məktəbə qədərin məzmunu, onun məsələ metodika ilə bağlıdır. Çünki məzmun deyəndə burada ümumi təhsil məktəblərində olduğu kimi ayrıca fənlər deyil. Sadəcə olaraq bunlar böyük əksəriyyəti elə yanaşmalardır, yəni şagirdlə, üzr istəyirəm, uşaqla işləməyin yollarıdır və s. Və bunlar hamısı məhz o məzmun hissəsində, məzmun və metodika hissəsində öz əksini tapır həmin tələblər və eyni zamanda pedaqoji və psixoloji yanaşmalar da deyəndə burada konkret olaraq adı çəkilən bir neçə məşhur nəzəriyyələr var ki, o nəzəriyyələr əsasında demək, uşaqlarla işləyən şəxslərin nəinki məlumatlanması, həm də praktik bacarıqlara malik olması çox vacibdir. Bu həm uşaqlarla münasibətin qurulması, həm valideynlərlə münasibətin qurulması, həm də konkret olaraq onların bir növ məktəbə də, yavaş-yavaş məktəbə də hazırlanması ki, bir şəxsiyyət olaraq o məktəbə keçid eləsinlər. Bunun üçün çox vacibdir.